Universitet deyəndə çoxlarının ağlına auditoriya, dərslər və imtahanlar gəlir. Amma əslində tələbə həyatı sadəcə bununla yekunlaşmır. Bəzən dərs kitabdan deyil, tədbirdən öyrənilir. Bəzən isə ən yaxşı dərs auditoriyada deyil, tələbələrin birlikdə qurduğu mühitlərdə olur. Bugünkü sualımız budur. Universitet tələbələrə sadəcə bilik verir, yoxsa onlara aktiv bir vətəndaş kimi yetişdirir? Bumerang başladı. Suallar atılır, cavablar bu dəfə tələbənin həyatından qayıdır. Bugün studiyamızda tələbə həyatını sadəcə dərs otaqları ilə məhdudlaşdırmayan bir qonaq var. O adını sunan Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyevdir. Xoş gəlmisiniz İntiqam bəy. Çox sağ olun. Universitet yalnız təhsil yeri deyil, eyni zamanda tələbələrin özünü kəşf etdiyi bir platformadır. Tələbə Gənclər Təşkilatı nədir? Sadəcə tədbirlər təşkil edən bir qurumdur, yoxsa tələbələrin həyatının mühüm bir hissəsi? Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının nəzdində fəaliyyət göstərir və 105 ali və orta təhsil müəssisəsində birgə fəaliyyət göstərilir. Tələbə Gənclər Təşkilatı tələbələrin sosial aktivliyinin artırılması, onların intellektual yanaşmasını gücləndirilməsi və fərqli həyat düşüncəsi tərzini formalaşdıran bir təşkilatdır. Təkcə tədbirlər təşkil etmirik təbii ki də, eyni zamanda gəncləri sırf gələcəyə uyğun formalaşdıran bir təşkilat olaraq fəaliyyət göstəririk. Tələbələr niyə universitet həyatında aktiv olmalıdır? Yəni bu onların gələcək üçün nə qazandırır? Tələbələr universitet həyatında təbii ki də aktiv olmalıdırlar, çünki bu onların gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsində təkcə onların akademik həyatı deyil, eyni zamanda sosial həyatı da mühüm rol oynayır. Hansı ki, bizdə tələbələr aktiv fəaliyyət göstərərək fəallığını irəli sürürlər və onların təşəbbüskar bir mütəxəssis kimi yetişməsində məhz TQT mühüm rol oynayır. TQT tələbələrin hüquqlarının qorunması ilə də maraqlanır. Bəs bu proses praktikada necə işləyir? Tələbə Gənclər Təşkilatı tələbələrin problemlərini dinləyir və rəhbərlik ilə tələbələr arasında bir əməkdaşlıq yaradan bir struktur formasına biz fəaliyyət göstəririk. Hansı ki, tələbələrin akademik və sosial həyatda müxtəlif problemləri ola bilər və onları TQT-yə ünvanlayırlar və biz də TQT olaraq rəhbərlikdə həmin tələbələrin problemlərinə uyğun həll yolu axtararaq onların sosial həyatında olan problemlərini həll etməyə çalışırıq. TQT-nin təşkil etdiyi tədbirlər çox müxtəlifdir. Ekskursiyalar, film günləri, yarışlar. Bəs bu fəaliyyətlər tələbələrə nə qazandırır? Biz TQT olaraq müxtəlif yönümlü fəaliyyətlər tələbələr üçün həyata keçirdirik. Hansı ki, film günləri, müzakirələr və s. tələbələrin daha çox dinamik şəkildə kommunikasiyasını təmin edir. Eyni zamanda ekskursiyalar tələbələrin dünya görüşlərinin artırılmasında mühüm rol oynayır. Eyni şəkildə bizim təşkil etdiyimiz tədbirlərdə daha çox tələbələrin liderlik bacarıqlarının artırılması və onların digər tələbələr arasında bir əməkdaşlıq şəkildə formalaşmasına mühüm rol oynadığını düşünürük. Universitet tədbirlərində iştirak edən tələbə ilə eləməyən tələbə arasında hansı fərqləri görürsünüz? Tədbirlərdə iştirak etməyən tələbələrdə isə daha çox tədris prosesləri ilə məşğul olduqları üçün düşünürəm ki, gələcəkdə peşəkar mütəxəssis kimi formalaşdıqda onların liderlik bacarıqlarını və tədbirlərdə iştirak etdikləri müddətdə yaranan kommunikasiya bacarıqları az səviyyədə müqayisə etdikdə olur və bu da gələcək üçün düşünürəm ki, tədbirlərdə və layihələrdə daha çox iştirak edən tələbələrlə müqayisədə məncə daha az fəaliyyət qismində rol oynayır. Və onu qeyd edə bilərəm ki, tədbirdə iştirak edən tələbələr daha çox müxtəlif sahələrdə əlaqələr qazanmış olurlar. TQT həm də sosial maarifləndirmə işləri aparır. Bəs bunun tələbələr üçün əhəmiyyəti nədir? Bu cür layihələr tələbələrdə həm sosial məsuliyyətli yanaşmanı artırır, eyni zamanda dünya görüşünün dəyişilməsində də mühüm rol oynayır deyə düşünürük. Biz sağlam həyat tərzi ilə bağlı müxtəlif layihələr həyata keçirdirik. Eyni zamanda sosial aksiyalar da bununla yanaşı həyata keçirdirik və düşünürük ki, tələbələrin kiminsə həyatında bir mühüm rol oynaması üçün bu sosial aksiyalar və sosial məsuliyyətli tədbirlər daha mühüm rol oynayır. Tələbələrin liderlik bacarığı necə formalaşır və bunun üçün universitet nə qədər mühüm rol oynayır? Tələbələrin liderlik bacarıqları mənim fikrimcə tədbirlərdə praktiki cəhətdən fəaliyyət göstərdikdə formalaşır. Hansı ki, tələbələr artıq komanda ilə işləmə bacarıqlarına sahib olurlar və onların liderlik bacarıqları məhz burada maksimum şəkildə formalaşır. Hansı ki, tələbələr müxtəlif tədbirlərdə, layihələrdə iştirak etdikləri müddətdə onların koordinasiya bacarıqları da liderlik bacarıqlarına paralel formada formalaşır və düşünürəm ki, bu gələcək üçün tələbələrdə mühüm rol oynayır.
TQT universitet daxilində keçirilən yarışlarda və olimpiadalarda tələbələrin iştirakını təmin edir. Bəs bu tədbirlər tələbələrin həyatında nə qədər mühüm rol oynayır? Olimpiada və yarışlar tələbələrin öz potensialını üzə çıxarılmasında mühüm rol oynadığını düşünürəm. Biz də TQT olaraq təşkilat və universitet daxilində, eyni zamanda universitet xaricində də müxtəlif yarışlar, layihələr keçirilir. Özümüz də məsələn misal gətirə bilərəm, intellektual klubu vasitəsilə tələbələr arasında onların intellektual yanaşmasının artırılması və bu kimi potensiallarının üzə çıxarılması üçün müxtəlif yarışlar həyata keçiririk və düşünürəm ki, tələbələrin öz potensialını daha səmərəli şəkildə üzə çıxarmaq üçün bu olimpiada və yarışlar mühüm rol oynayır. Bugünkü tələbələr əvvəlki nəsillərlə müqayisədə daha aktivdir, yoxsa sadəcə fəaliyyət forması dəyişib? Mən düşünürəm ki, hal-hazırda fəaliyyət forması dəyişib. Çünki hal-hazırdakı texnologiya dövrü ilə əvvəlki dövrü bir tutmaq düzgün deyil deyə düşünürəm. Çünki artıq rəqəmsal platformalar maksimum şəkildə inkişaf etdiyi üçün tələbələr daha aktiv və rahat şəkildə fəaliyyət göstərə bilirlər bu sahələrdən və günümüzdəki təhlükə yaradan platformalar da var, hansı ki, süni intellekt bəziləri üçün təhlükə ola bilər, bəziləri üçün bir mühüm hadisə ola bilər, hansı ki, amma orada dizayn sahəsi ola bilər və yaxud edit sahəsi ola bilər ki, burada tələbələrin fəaliyyətini daha da asanlaşdırır və əvvəlki nəsillə müqayisədə məncə indiki tələbələrin fəaliyyəti daha aktivdir. Tələbə həyatında ən yadda qalan xatirələr adətən dərslərlə bağlı olmur. Bəs sizcə, tələbə həyatında ən yadda qalan eləyən şey nədir? Mən düşünürəm ki, hər tələbənin həyatında müxtəlif yadda qalan hadisələr baş verir. Lakin mənim fikrimcə, universitet daxilində ən yadda qalan hadisələr, birgə şəkildə qurulan dostluqlar, həyata keçirilən layihələr, müxtəlif tədbirlər olur. Əsasən TQT daxilində tələbələrin məncə ən yadda qalan hadisələri özləri birgə qurduqları əlaqələrdir, birgə həyata keçirdiyi layihələrdir. Lakin bayaq qeyd etmişdik, təşkilat daxilində fəaliyyət göstərməyən tələbələrdə məncə daha çox dostluqlar və akademik həyatları yadda qalır. Təşəkkür edirik İntiqam bəy. Görünür, universitet təkcə dərs deyil, həm də həyat məktəbidir. Çox sağ olun Nəzrin xanım. Əsas odur ki, tələbələrimiz yalnız universitet həyatını akademik fəaliyyətləri ilə deyil, eyni zamanda sosial və ictimai fəaliyyəti ilə də başa vursunlar. Bugün öyrəndik ki, universitet sadəcə auditoriyalardan ibarət deyil. O, gənclərin ideyalarının, təşəbbüslərinin və liderliyinin formalaşması üçün bir mühitdir. Bumerang kimi bu dəfə də sualları atdıq və bu dəfə cavablar tələbə həyatının içindən qayıtdı. Amma unutmayın ki, universitet sadəcə tədris üçün deyil, həm də özümüzü kəşf üçün bir zamandır. Görüşənə dək. İndi rəqəm kadrdayım. Öyrədəcəm. Bunların hamısını öyrədəcəm. Sualları özünüz tapmısınız? Növbəti dəfə aşiqin dəyişəndə onu nəzərə alıb alacağam. Orasını necə kəsə bilərik? Bu layihənin adını mühüm qoy. Bildirdim də onu kommunikasiya cəhətdən daha effektiv olur. Yeni aparıcımız gəlir, hazır olun, izləmədə qalın. Verək, problem deyil. TQT həyatımızın mühüm bir parçasıdır. TQT həyatınızda daha çox rol oynayır. Gələk deməzdir. TQT seriozun olun. Abunə olun, kanalımıza abunə olmağı və bildirimləri açıq tutmağı unutmayın. Sözümü ona gətirdim.